Qarabağ Futbol Klubunun 2024-cü il üçün ümumi gəlirləri bəlli olub. Klubun maliyyə hesabatında qeyd olunub ki, ötən il üçün Ağdam təmsilçisinin ümumi büdcəsi 34 milyon 753 min 800 manat təşkil edib. Sənəd klubun rəsmi saytında dərc olunub. Hesabatda qeyd edilir ki, nümayiş hüququndan daxil olmalar 28 milyon 154 min 800 manat, sponsor daxil olmaları, reklam gəlirləri 466 min 100 manat, bilet satışından gəlirlər 1 milyon 741 min 900 manat, sair gəlirlər 831 min manat, futbol inkişafı fondundan daxil olmalar üçün 3 milyon 560 min manat təşkil edib. Ötən il əmək haqqı və mükafat xərcləri isə 20 milyon 648 min 300 manat olub. Qarabağ 2024-cü ili 876 min 900 manat zərərlə başa vurduğunu da açıqlayıb.